Salam əziz şagirdlər, bugün 1 iyun 2025-ci il tarixində 1-ci qrup blok imtahanında riyaziyyat fənnindən olan sualların izahına baxacağıq. 1-ci sualdan başlayaq. Müsbət hədli A-ın ədədi silsiləsində bizə verilib. A11 üstəgəl A12 üstəgəl A13 bərabərdir. A11 vurulsun A12-yə. Əvvəlcə biz A-nin düsturunu xatırlayırıq. A-ın bərabərdir. A1 üstəgəl N çıxılsın 1 vurulsun D. A11 üçün yazıram. A1 üstəgəl 10D. A12 üçün yazıram. A1 üstəgəl 11D. A13 üçün yazıram. A1 üstəgəl 12-dir. Bərabərdir. A11 üçün yenə yazıram. A1 üstəgəl 10D. A12 üçün yazıram. A1 üstəgəl 11-dir. İndi uşaqlar A1, A1, A1 toplayıram. 3A1 üstəgəl. D'ləri toplayırıq. 10D, 11D, 12D. 33D bərabərdir. A1 üstəgəl 10D, A1 üstəgəl 11-dir. 3-ü çıxarıq mürtərizə xaricinə. A1 üstəgəl 11D bərabərdir. A1 üstəgəl 10D və A1 üstəgəl 11-dir. Bərabərliyin hər iki tərəfindən A1 üstəgəl 11D'lər ixtisar gedir. 3 bərabərdir. A1 üstəgəl 10D alırıq. Silsilənin ilk 21 həddin cəmini istəyir. S21 bərabərdir. SN-in düsturunu xatırlayırıq. SN hədlər cəmi ədədi silsilədə bərabərdir. 2A1 üstəgəl N çıxılsın 1 vurulsun D bölünsün 2 vurulsun N. 2A1 üstəgəl 20D bölünsün 2 vurulsun 21. 2-ni mürtərizə xaricinə çıxarırıq sürətdən. A1 üstəgəl 10D bölünsün 2 vurulsun 21. 2-lər ixtisar gedir. A1 üstəgəl 10D'nin yerinə A1 üstəgəl 10D'nin qiyməti 3-dür. Yazıram 3. 3 vurulsun 21 bərabərdir 63. Doğru cavab E variantı. Sual 2. İkinci sualda uşaqlar. Limit x yaxınlaşır sonsuzluğa. Kök altında x çıxılsın 4x bölünsün 2x üstəgəl 1. Biz baxırıq ki uşaqlar. Baxın bu x, yəni kök altında x, x üstündə 2-də 1 deməkdir. Ən yüksək dərəcə dəyişənlərdən ən yüksək dərəcə x-dir da. Burada x-in dərəcəsi 1-dir, bunun dərəcəsi 2-də 1-dir. Əgər x sonsuzluğa yaxınlaşırsa, ən yüksək dərəcə x üstü 1-dir. Yəni hər bir hədd burada x-a bölünməlidir. Hər bir hədd x-a bölünür. Bölündükdən sonra uşaqlar bu x-lar ixtisar gedir. Amma bunlar ixtisar getmir. İxtisar getməyənlər sıfıra çevrilir. İxtisar gedənlər yuxarıda qalır -4. Burada isə qalır 2. Doğru cavab -2 C variantı. Sual 3. ABC üçbucağı çəkirik. A, B, C üçbucağı. Bucaq A bölünsün bucaq B. Yəni 1/2 nisbətindədir. Yəni bucaq A 1K-dır. Bucaq B 2K-dır. BC bölünsün AC 5/6 nisbətindədir. BC-yə yazıram 5x. AC-yə yazıram 6x. Sinuslar teoreminə görə A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta. Yəni uşaqlar 5x olan tərəfin qarşısındakı bucaq 1x-dir, 1k-dır. Yəni yazıram sinus 1k, yəni k yazırıq da, əmsal 1 olanda yazılmır adətən. Digər tərəfimiz 6x-dir. 6x-in qarşısındakı bucağın sinusu olur sinus 2x, yəni 2k.
Sinus 2 alfa açılışını yazırıq. 2 sinus alfa, kosinus alfa. Yəni uşaqlar, burada ümumiyyətlə bərabərliyin hər iki tərəfindən sürətdən x-lar ixtisar gedir. Qalır 5 bölünsün sinus k, 6 bölünsün burada 2 sinus k, kosinus k. Bərabərliyin yenə hər iki tərəfindən məxrəcdən sinus k-lar ixtisar gedir. 6 ilə 2 ixtisar gedir. Burada qalır 3. Çarpaz şəkildə vursaq 5 kosinus k bərabərdirsə 3-ə, kosinus k bərabərdir 3 bölünsün 5, 0,6. Bizdən kosinus k-nı istəyir. Yəni buradakı k bucağının kosinusunu istəyir. Cavab 0,6 B variantı. Sual 4. Fx funksiyasının qrafiki verilmişdir. F 4 çıxılsın 3x-in kvadratı bərabərdir 0. Tənliyinin neçə müxtəlif kökü var? Uşaqlar, bu fx funksiyasıdırsa, fx 0-a bərabərdirsə, yəni bura x deməkdir. Bura ümumilikdə x-in aldığı qiymətdir. İndi biz qrafikə əsasən bu nöqtəni təyin edirik. Burada x-dan -5, y-dən 0 alıb. Burada isə yenə x-dan 4 alıb, y-dən 0 alıb. Ümumiyyətlə siz bilməlisiniz ki, x oxunun kəsildiyi yerdə y 0-a bərabərdir. Yəni funksiya 0-dırsa, deməli x oxunun kəsildiyi nöqtələrdən söhbət gedir. Yəni x-a bir dəfə -5 verəcəksiniz. 4 çıxılsın 3x-in kvadratı bərabərdir -5. Siz bu x-i buradakı x-ilə qarışdırmırsınız. Bura ümumilikdə x-dir. Yəni bura belə deyək, f -5 0-dır və f 4 0-dır. İndi biz f -5-i yazırıq. Gəlin bunu silək. F -5 bərabərdir. Yəni f 4 çıxılsın 3x-in kvadratına. Bu 0-a bərabərdir. -5 bərabərdir. 4 çıxılsın 3x-in kvadratı. 4-ü keçirik bura. -5 çıxılsın 4 bərabərdir. -3x-in kvadratına. -4 -3x-in kvadratına bərabərdirsə, hər tərəfi -3-ə bölsəm, 3 bərabərdir x-in kvadratı. Buradan hər tərəfdən kök alırıq. X edəcək. X bərabərdir. Mənfi müsbət kök altında 3. Həmçinin F4-ü tapırıq. Yəni 4 bərabərdir. 4 çıxılsın 3x-in kvadratı. Olacaq 4-ü keçirirəm bura. 0 bərabərdir. -3x-in kvadratı. 0 bərabərdir x-in kvadratı. Hər tərəfdən kök alıram. X bərabərdir 0-a. Tənliyin 3 dənə kökü olur uşaqlar. Neçə müxtəlif kökü var? 3. Biri müsbət kök 3, biri mənfi kök 3, biri də 0. Doğru cavab B variantı. Sual 5. 2 kosinus x üstəgəl 10 çıxılsın sinus 100 üstəgəl x bərabərdir 0-a. 2 kosinus x üstəgəl 10-u olduğu kimi saxlayıram. Sinusu, bu 100-ü, baxın burada gördüyünüz 100-ü 90 üstəgəl 10 şəklində yazacağım. 90 üstəgəl 10 üstəgəl x bərabərdir 0-a. Sinus 90-da adını dəyişib olacaq kosinus. Bunu olduğu kimi yazıram. Adını dəyişir olur kosinus. X üstəgəl 10 toplananların yerini dəyişib yazacağım. Və uşaqlar 90 dərəcə buradadır, düzdür? 90 üstəgəl alfa, yəni gəlir düşür ikinci rübə. Sinus burada y-yə görə təyin olunur. Müsbət olduğu üçün burada işarə dəyişmir. Yəni bu mənfi olsaydı, bu mənfi müsbətə çevriləcəkdi. Mənfi müsbətə çevriləcəkdi. Yəni burada heç bir işarə dəyişmir. Onda uşaqlar, bunlar eyni bir ifadədir. Kosinus x üstəgəl 10. Bunun əmsalı 1-dir. Yəni biz burada nə edəcəyik? 2-dən 1 çıxacaq. Əmsallar çıxılır. O da edir 1. Kosinus x üstəgəl 10. Əmsal 1 olanda yazılmır. Bərabərdir 0-a. Kosinus alfa 0-a bərabərdirsə, bu xüsusi haldır uşaqlar. Burada alfa bərabərdir. Pi böl 2 üstəgəl 2 pi n. N daxildir z-ə. Siz bu qaydanı əzbər bilməlisiniz. İndi burada kosinus 0-a bərabər olduğu üçün biz nə edəcəyik?
X üstəgəl 10'u bunu, yəni bunun alfası x üstəgəl 10'dur. Bura bizim alfamızdır. X üstəgəl 10'u bərabər edəcəyik nəyə? Pi bölü 2 üstəgəl 2 pi n-ə. Və bizdən dərəcə ilə görürsünüz, cavabları dərəcə ilə verir. Pi bölü 2 90 dərəcədir. Buraya yazıram 90. 2 pi də 180 dərəcədir. Yazıram 180. Müsbət 10'u keçirirəm bura. X bərabərdir. 90 çıxılsın 10 üstəgəl 180. Bu da edəcək 80 üstəgəl 180 n. Və n daxildir z-ə. Doğru cavab D variantı. Sual 6. Cədvəldə fənlər üzrə kitabların sayı verilmişdir. Hər fən üzrə kitabların müxtəlif olduğunu bilərək eyni fənnə aid kitablar yan-yana olmaq şərti ilə, yəni bura diqqət edirsiniz uşaqlar, yan-yana olmaq şərti ilə bütün kitablar rəfə neçə üsulla düzülə bilər? Əvvəlcə baxırıq ki, burada 1, 2, 3, 4. 4 dənə kitab, 4 müxtəlif kitab var. Belə deyək, 1, 2, 3, 4. 4 müxtəlif kitab var. Ona görə də əvvəlcə yazırıq 4 faktorial. Bunların hər birinə bir kitab kimi baxacaq. Nəyə görə? Çünki bizə deyir ki, yan-yana olmaq şərti ilə. Həmçinin bunlar öz aralarında da dəyişə bilər uşaqlar. 2 dənə Azərbaycan dili kitabı varsa, onun üçün yazıram 2 faktorial. 3 dənə riyaziyyat kitabı var. Öz arasında dəyişə bilər 3 faktorial. 2 faktorial kimya və coğrafiya 1 faktorial. Bunu həll edirik. 4 faktorial bizə verəcək. Faktorialın açılışını bilirsiniz yəqin ki, 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4. 2 faktorial verəcək, 1 vurulsun, 2. 3 faktorial olacaq, 1 vur, 2 vur, 3. Bu olacaq, 1 vur, 2. Bu da olacaq, 1. Bu bizə verəcək 24, 2, 6, 2, 1. Deməli, uşaqlar, 24'ü vururam 2'yə, 48, vururam 6'ya. 288 və vururam 2'yə 6, 7, 5. 576 Y var. Sual 7. A böyükdür 0, B böyükdür 0, C böyükdür 0. Yəni hər biri müsbət ədəddir. A böl mənfi 1, B böl mənfi 3, C bölünsün mənfi 2. Adətən biz belə tapşırıqlar həll edəndə uşaqlar nə deyirdik? Deyirdik ki, bura 1K-dır, bura 3K-dır. Burada 2K-dır ki, bunların nisbətləri hamısı bizə nə verməlidir? 1 verməlidir. Baxın, 1 ilə 1 qalır mənfi K, 3 ilə 3 qalır mənfi K, 2 ilə də 2 qalır mənfi K. Yəni, A müsbət ədəd olduğu üçün K-ya da biz müsbət ədəd verə bilərik, müsbət 1. Onda yaza bilərəm A bərabərdir 1-ə, B bərabərdir 3-ə, C də bərabərdir 2-yə. Bərabərsizliyi yazırıq. Burada ən böyük olan B-dir. İşarəni B-yə doğru açıram. Sonra C-dir. Sonra da A-dır. A, C, B. Doğru cavab C variantı. Sual 8. X-in kvadratı üstəgəl 10x çıxılsın y-in kvadratı bərabərdir 4y çıxılsın 21. Olarsa x üstəgəl y cəmini tapın. Gəlin uşaqlar belə edək. X-in kvadratı üstəgəl 10x. Mən burada üstəgəl 25 yazsam, yanına da bir dənə çıxılsın 25. Yəni bunlar islah olub 0 verir. Bu şəkildə yazıram. Bərabərdir. Mənfi y kvadratını keçirirəm digər tərəfə müsbət olaraq. Müsbət 4y çıxılsın 21. İndi uşaqlar, burada diqqət edirik. Bu bizə nə verir? Bu bizə verəcək x üstəgəl 5'in kvadratı. Mənfi 25'i atacam bərabərliyin digər tərəfinə. Y-in kvadratı üstəgəl 4y çıxılsın 21 üstəgəl 25. Bu da bizə nə verəcək? X üstəgəl 5'in kvadratı bərabərdir. Bu bizə verəcək y kvadratı üstəgəl 4y üstəgəl 4. Bu da edəcək müxtəsər vurma düsturu ilə y üstəgəl 2'nin çöldən kvadratı. Bunlar bir-birindən çıxanda isə 0'a bərabər olacaq. İndi bunları əks işarə ilə keçirək bərabərliyin digər tərəfinə. Mənfi y kvadratı mənfi 4y mənfi 4 bərabərdir 0. X üstəgəl 5'in kvadratı çıxılsın. Əks işarə ilə bunları yazıram mürtəzənin daxilinə. Olacaq x üstəgəl 5'in kvadratı çıxılsın. Y üstəgəl 2'nin kvadratı bərabərdir 0. Əgər fərqləri 0'a bərabərdirsə, uşaqlar, hər birini ayrı-ayrılıqda 0'a bərabər edirəm.
x üstəgəl 5 bərabərdirsə 0-a, x bərabərdir -5-ə. Y üstəgəl 2 bərabərdirsə 0-a, y bərabərdir -2-yə. X ilə y-in cəmini istəyir. Olacaq -5 üstəgəl -2, -7. Doğru cavab A variantı. Sual 9. 9-cu sualda uşaqlar, qısa yoldan bunu izah eləmək istəyirəm. Qısa yoldan necə izah eləyəcəm? Variantlarla. Məsəl üçün, D variantında bizə verib 0. X bərabərdir 0 olarsa. Olacaq 7 vurulsun 49 üstündə 0, üstəgəl 5 vurulsun 14 üstündə 0, bərabərdir 2 vurulsun 4 üstündə 0. A üstü 0 bizə 1 verir. Yəni, bunlar 1-ə bərabərdir. Onda biz yazırıq. 7 üstəgəl 5 bərabərdir 2. Olacaq 12 bərabərdir 2 yanlışdır. Deməli, x 1 olanda ödəmədi. İndi x-in -1 qiymətimiz, x 0 olanda ödəmədi. X-in -1 qiymətini yoxlayaq. Olacaq 7 vurulsun 49 üstündə -1, üstəgəl 5 vurulsun 14 üstündə -1 və 2 vurulsun 4 üstündə -1. Uşaqlar, -1 nədir? Yəni 1 bölünsün 49 ədədin tərsi. 1 bölünsün 14 və 2 vurulsun 1 bölünsün 4. 49 ilə 7-ni ixtisar edirəm 7. Burada ixtisar yoxdur. Olacaq 7-də 1 üstəgəl 14-də 5 bərabərdir. 2 ilə də 4-ə ixtisar edirəm 2-də 1. Bunu ortaq məxrəc 2-yə gətirsəm olacaq 14-də 2 ilə 5 toplayıram 7 bərabərdir 2-də 1. Bəli, bunları ixtisar edirəm 7-yə 2-də 1. Oldu 2-də 1 bərabərdir 2-də 1. X-in qiyməti -1 olanda bərabərlik doğrudur. Doğru cavab C variantı. Sual 10. Perimetrlərin nisbəti P1 bölünsün P2 bərabərdir 2 böl 1 olan 2 oxşar üçbucaq. Bilməlisiniz ki, uşaqlar, P1 böl P2 K-ya bərabərdir. Yəni, bu bizə K-nı verir. Burada K-mız bərabərdir 2 bölünsün 1-ə. Bizdən S1 bölünsün S2-ni istəyir və S1 böl S2 K-nın kvadratına bərabərdir. Bilməlisiniz, K-nın qiyməti 2 böl 1-dir. Qoyursunuz yerinə, sadəcə kvadrata yüksəldirsiniz. Olur 4 bölünsün 1. Doğru cavab E variantı. Sual 11. Katetləri 8 kök 2 olan bərabər yanlı düzbucaqlı ABC üçbucağı. Əvvəlcə uşaqlar, gəlin burada ABC üçbucağını, düzbucaqlı üçbucağını burada çəkim. Baxın. A, C, bir də B. Bu bizim ABC üçbucağımızdır. Katetlər buradır. Katetlər 8 kök 2 verilibdir bizə. Bərabər yanlı düzbucaqlı üçbucaqda katetlər bir-birinə bərabərdirsə, hipotenuz onların kök 2 mislisidir. Yəni 8 kök 2-ni vurasınız kök 2-yə, 8 vur 2 olacaq 16. Buradan biz tapırıq ki, deməli, bunlar bizə verib 8 kök 2, 8 kök 2, biz buranı tapdıq 16. Davamını oxuyuruq. Deyir, ABC üçbucağının müstəvisi üzərində olmayan C nöqtəsindən üçbucağın təpələrinə qədər məsafə 10-dur. Baxın, üçbucağın təpə nöqtələri buradır. A təpəsi, C təpəsi, B təpəsi. Bura olan, deməli, CA, CB və bura. Bunlar hamısı 10-a bərabərdir. Uzunluqlarına yazıram 10. C nöqtəsindən AB hipotenuzuna qədər olan məsafəni tapın. Bizdən, baxın, bunu istəyir. Yəni, CO-nu. Məsafə budur. Görürsünüz, məsafə perpendikulyardır. CO bərabərdir sual. Uşaqlar, nəyə diqqət etməlisiniz? Əgər piramidanın tirləri bərabərdirsə, piramidanın təpəsindən çəkilən hündürlük, onun xaricinə çəkilən çevrənin, xaricində çevrə varsa, çevrəni çəkirəm xaricinə çəkilən çevrənin mərkəzinə düşür. Yəni, uşaqlar, bu düzbucaqlı üçbucaqdır, düzdür. Düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilərsə, R bərabərdir, C bölünsün 2. Mərkəzi buradır. Yəni, uşaqlar, bu AB diametrdir. Yəni, hipotenuzda diametr üçün baxsınız. Yəni, bunlar bərabər bölünür. Tam mərkəzinə düşür. 8, 8. İndi biz nəyə nəzər yetiririk? Baxın, biz bu üçbucağa diqqət edək. C, O, A. Burada
Katetlərdən biri 8-dir. Nəyə görə katet deyirəm? Çünki 90-ın qonşusu buradan 90-dır. Bu düzbucaqdır. Digər katet hipotenuzumuz 10-dur. Və biz buranın uzunluğunu bilmirik. Burada x-dir. Pifaqor ədədlər 6, 8, 10. Pifaqorda tətbiq edib yaza bilərik. Yazırıq x-in kvadratı üstəgəl 8-in kvadratı bərabərdir 10-un kvadratına. X kvadratı da bərabərdir 10-un kvadratı çıxsın 8-in kvadratı. Yəni olacaq 6-nın kvadratı x bərabərdir 6. Doğru cavab D variantı. Sual 12. B A-nın açıqlığı. Yəni uşaqlar, B-də olan bu 2 ilə 5 A-nın daxilində var. Diaqramla yazacağım bunu. A və B diaqramı çəkirəm. A, B diaqramı. Yalnız A-da olan elementlər 1-dir, 3-dür və 4-dür. Baxın, B A-nın açıqlığıdırsa, B-də olan 2 ilə 5 mütləq A-da da var. Həm də B-də var. Onda bu olacaq uşaqlar kəsişmə. İndi bizə deyir A çoxluğunu tapın. A çoxluğu baxın budur. A çoxluğu bu dairədir. Görürsünüz bütün elementlər 1, 3, 4, 2, 5 hamısı bura daxildir. Doğru cavabımız olacaq Y variantı. Sual 13. Fx funksiyasının qrafikinə absisi 5 olan nöqtədə çəkilmiş toxunanın tənliyi y bərabərdir 7x çıxılsın 3. 3'dür. F5 və F törəmə 5-in cəmini istəyir bizdən. Gəlin əvvəlcə F5-i tapaq. F5 yəni x-in yerinə 5 qoyacaq. 7 vurulsun 5 çıxılsın 3. 35 çıxılsın 3 olacaq 32. F törəmə 5 tapanda isə uşaqlar F törəmə yəni k-ya bərabərdir. Bu funksiyadan törəmə alsaq, törəmə də bərabər olacaq 7-yə. Olacaq 32 üstəgəl 7 39 A variantı. Sual 14. Ədəd elə 3 natural ədədin cəmindən ibarətdir ki, 3 dənə natural ədəd var. X, Y və Z. Onlardan birincisi 57-yə, ikincisi 24-ə, üçüncüsü isə 19-a tam bölünür. Yəni x böl 57, y böl 24, z bölünsün 19 yazıram. Və alınan qismətlər bir-birinə bərabər. Əgər x-i y-yə böləndə bir k ədəd alıblarsa, y-i 24-ə də böləndə eyni ədəd alıblar və bu da eynidir. Onda uşaqlar bunlar üçü də bir-birinə bərabərdir. X böl 57 bərabərdir y bölünsün 24-ə, o da bərabərdir z bölünsün 19-a. Verilmiş ədədin axırıncı rəqəmini tapın. Bu bərabərlikdə bu uşaqlar hardasa bu suala bənzəyir. Baxın, burada biz A-ya nə dedik? A-ya 1K dedik, B-yə 3K dedik, C-yə də 2K dedik. Eyni ilə burada da X-a deyəcəksiniz 57K, Y-yə deyəcəksiniz 24K, Z-ə də deyəcəksiniz 19K. İndi bizə deyir ki, bunların cəmindən ibarətdir. Onda bu ədədləri cəmləyək. X, Y, Z-i cəmləyək. 57K üstəgəl 24K üstəgəl 19K edəcək 100K. Sonra 0 ilə bitən ədədi K neçə olursa olsun nəyə vursaz, yenə də axırıncı rəqəm 0 alınacaq. Doğru cavab B variantı. Sual 15. Sual 15. Modulda kök 5 çıxılsın. 2,3-ün yerinə uşaqlar 2,3-ün kvadratı kökün altında yazacağım. Yəni 5,29. Üstəgəl kök 5 çıxılsın. 2,2-nin kvadratı kök altında yazacağım. 4,84. Belə yazdım ki, modulun müsbət yoxsa mənfi olduğunu təyin edə bilim. 5 çıxılsın 5,29. Deməli bu mənfi moduldur. Bu isə müsbət moduldur. İndi misal olduğu kimi yazıram. Kök 5 çıxılsın 2,3 üstəgəl kök 5 çıxılsın 2,2.
Dedik bu mənfi moduldur, bu da müsbət moduldur. Mənfi modul əks işarə ilə çıxır. Baxın, bu müsbət kök 5-i mənfi kök 5 yazacağam. Mənfi 2,3-ü müsbət 2,3 yazacağam. Bunu isə olduğu kimi yazacağam. Müsbət mənfi kök 5-lər gedir. 2,3-dən də 2,2-ni çıxıram. Edir 0,1 D variantı. 16. B böyük bərabərdir. 5 şərti verilibdir. Kök altında B çıxılsın. Kökün altında B üstəgəl 5 çıxılsın. Kök altında 20 B. Uşaqlar 20-ni baxın buradan sildim. 4 vurulsun 5 yazıram. 4-dən çölə nə çıxacaq? 2. 2 çıxdı. Yəni kökün altında 5 ilə B qaldı. İndi biz burada nəyə diqqət eləməliyik? Baxın, biz burada bura diqqət eləməliyik ki, bura bizə 2AB-ni verirdi. Düzdür? Bu yəni 2 vurulsun, kök 5 vurulsun, kök B-dir. Bu deməkdir ki, uşaqlar, kökün altındakı bu ifadə kök 5 çıxılsın, kök B-nin mötərizə kvadratıdır. Bu kökün altından 2 ilə buradakı dərəcə 2 ixtisar gedir. Bu modulda çıxır, çünki cüt dərəcədir. Yazırsınız, kök 5 çıxılsın, kök altında B. Bərabərdir. B 5-ə bərabərdir və yaxud 5-dən böyükdür. Onda biz B üçün yaza bilərik də, B 5-ə bərabərdir, o da kök altında 25. Onda biz fikrimizdə bunu kök 5 çıxılsın, kök 25 kimi düşünsək, deməli bu mənfi ədəddir. Mənfi ədəd moduldan əks işarə ilə çıxır. Bu kök 5 olacaq mənfi kök 5. Mənfi kök B isə müsbət kök B olacaq. Mötərizə qarşısındakı mənfiyə görə bu mənfi kök 5 olacaq müsbət kök 5. Bu müsbət kök B olacaq mənfi kök B. Mənfi kök B ilə müsbət kök B-lər ixtisar gedəcək. Doğru cavab kök altında 5 E variantı. Sual 17. Çevrələrin mərkəzləri arasındakı məsafəni istəyir. Yazırıq. X çıxılsın A-nın mötərizə kvadratı üstəgəl Y çıxılsın B-nin mötərizə kvadratı bərabərdir R-in kvadratına. Bu çevrənin tənliyidir uşaqlar. Çevrənin tənliyində mərkəzi nöqtələri A və B-dir. Çevrənin mərkəzi A ilə B-dir. Yəni buradakı mənfi 3-ü siz əks işarə ilə götürəcəksiniz. Müsbət 3. Mənfi 1-i əks işarə ilə müsbət 1 götürəcəksiniz. Digər çevrə üçün mənfi 3 və müsbət 1 götürəcəyik. Məsafə düsturunu yazırıq. Məsafə bərabər idi. Kök altında x2 çıxılsın x1-in mötərizə kvadratı üstəgəl y2 çıxılsın y1-in mötərizə kvadratı olacaq. Deməli, bunlar x2, y2, bunlar da x1, y1. Kökün altında mənfi 3 çıxılsın 3-ün kvadratı üstəgəl 1 çıxılsın 1-in kvadratı olacaq. Mənfi 6-nın kvadratı üstəgəl 0-ın kvadratı. Kök altında 36, oradan da çıxır 6. Doğru cavab B variantı. Sual 18. Tərəfləri 24, 25, 7 olan üçbucağın kiçik hündürlüyünü tapın. Əvvəlcə uşaqlar üçbucağa baxırıq ki, bu düzbucaqlı üçbucaqdır. Nəyə görə? 7-nin kvadratı ilə 24-ün kvadratını toplasaz bərabər olacaq 25-in kvadratına. Düzbucaqlı üçbucaq çəkirik. Düzbucaqlı üçbucağın katetləri 7, 24, 25. Düzbucaqlı üçbucağın hündürlüyü həm onun katetidir, həm də h bərabərdir AB bölünsün C-yə. İndi bu üçbucağın hündürlüyü h bərabərdir 7 ola bilər, h bərabərdir 24 ola bilər. AB bölünsün C düsturuna əsasən isə 24 vurulsun 7 bölünsün 25. Məxrəc və sürəti 4-ə vuracam, çünki onluq kəsik şəklində cavablar var. Bərabərdir, bura olacaq 100. Burada olacaq 672, yəni 6,72. İndi baxırıq ki, ən kiçik hansı oldu? Ən kiçik 6,72 D variantı. Sual 19. Y bərabərdir 2x funksiyasının qrafikinin əvvəlcə koordinat oxlarını çəkirəm. Bu uşaqlar xətti funksiyadır. Xətti funksiyadır. Koordinat başlanğıcından keçir. Qrafiki bu şəkildə çəkdim.
Deyir 0,1 parçasındakı 0,1 parçasında baxın. X-dan burada 1 alıb, düzdür? 0,1 parçasında 0 da buradadır. 0 alanda buradadır, 1 alanda buradadır. 0,1 parçasındakı hissəsi, 0,1 parçasındakı hissəsi baxın buradır. Bu hissənin deyir apsis oxu ətrafında fırlanması, apsis oxu ətrafında fırlanması, baxın bu hissəsi, yəni apsis oxu ətrafında bu da belə fırlanır. Fırlanmasından alınan fiqur, hansı fiqur alınır? Bu uşaqlar konusdur. Burada doğru cavab C variantı. Sual 20. Y bərabərdir 3 sinus x çıxılsın 2 kosinus x. Funksiyasının ala biləcəyi natural qiymətlərin cəmini tapın. Bu a sinus x üstəgəl b kosinus x funksiyasında ala biləcəyi qiymətlər mənfi kök altında a kvadrat üstəgəl b kvadratı ilə kök altında a kvadrat üstəgəl b kvadratı və daxil olmaqla arasında yerləşir. Burada uşaqlar a bərabərdir 3-ə, b bərabərdir mənfi 2-yə. Onda kök altında 3-ün kvadratı üstəgəl 2-nin kvadratı edəcək. Kök altında 9 üstəgəl 4 bərabərdir. Kök altında 13. Bir dəfə mənfi götürürük, bir dəfə də müsbət. Yəni mənfi kök 13, müsbət kök 13. İndi kök 13-dən hansı tam ədəd çıxır? Təqribi kök çıxarırıq. Özündən əvvəl kök 9-dan çıxır. Təqribən 3,6 yazıram və müsbət 3,6 yazıram. Bura daxildir natural ədədlər 1, 2, 3. Bunların cəmini istəyir. Bərabərdir 6-ya. Doğru cavab A variantı. Sual 21. Təzə meyvə qurudulduqda 80%-ni itirir. Ümumi meyvə özü 100% olur. 80-i itirirsə, deməli 20% quru meyvə alınır, yəni qalır. 32 kiloqram quru meyvə almaq üçün 32 kiloqram, yəni hər an bilmədiyimiz müəyyən qədər meyvənin 20%-idir. Deyir, nə qədər təzə meyvə götürmək lazımdır? Bilmirəm və təzə meyvə özü 100% olur. X-i tapanda 32-ni vururuq 100-ə, bölürük 20-yə. O da edir 160 kiloqram. Doğru cavab C variantı. Sual 22. Bizə uşaqlar verilib xətti funksiya. Xətti funksiyada buradan x-dan 1 alıb, y-dən 0 alıb. Burada isə x-dan 0 alıb, y-dən 1 alıb. Xətti funksiyanın düsturunu yazırıq. Y bərabərdir kx üstəgəl b. Verilən nöqtələri funksiyada qoyuruq yerinə. Bir dəfə yazırıq. 0 bərabərdir k vurulsun 1 üstəgəl b. Bir dəfə də yazıram. 1 bərabərdir 0 vurulsun k üstəgəl b. Bu edəcək 0. Buradan tapıram ki, b 1-ə bərabərdir. Onda b-nin yerinə 1 yazacağım. Buradan k-nı tapıram. K bərabərdir mənfi 1-ə. Onda funksiya bu şəkildədir. Mənfi x üstəgəl 1. Bu bizim xətti funksiyamız. İndi biz bunun ibtidai funksiyasını tapacağıq, uşaqlar. Deməli, mənfi x-in dərəcəsi 1-dir. 1 vahid artırılır, olur 2, bölünsün 2 üstəgəl. Bu da x yazılır. Olur. Birisi də niyə x yazılır? Çünki mənfi 1-in yanında x üstü 0 var. Onu x üstü 0-ı gəlin onda yazaq. 1 vahidi artır 1-ə bölürəm. Olur, mənfi x-in kvadratı bölünsün 2 üstəgəl x. Yəni x üstü 1, 1 yazılmır. Əmsal və məxrəc 1-dir, yazılmır. Üstəgəl mütləq c. Mənfi x-in kvadratı üstəgəl x bölün üstəgəl c. Doğru cavab B variantı. Sual 23. X-in kvadratı üstəgəl 2x çıxılsın 15. Məxrəcdə modulda x üstəgəl 5 kiçik bərabərdir 0. Bərabərsizliyin tam əllər çoxluğunda təsadüf seçilmiş bir ədədin mənfi ədəd olmaması ehtimalını tapın. Əvvəlcə uşaqlar sürəti vuruqlara ayırıram. X çıxılsın x üstəgəl 5, x çıxılsın 3. Məxrəcdə də x üstəgəl 5 kiçik bərabərdir 0. Hər birini ayrı-ayrılıqda 0-a bərabər edirəm. 0-a bərabər edirəm. Buradan x-i tapıram mənfi 5. Buradan x-i tapıram müsbət 3.
Buradan da x-i tapıram, -5. Ədəd oxunda kökləri qeyd edirəm. -5 və müsbət 3. Uşaqlar, -5 ilə müsbət 3-dən -5 daxil deyil. Çünki məxrəc 0 ola bilməz. Buradan 4 versəm, məxrəc həmişə onsuz da müsbət olacaq. Düzdür? Gəlin qısa gedək. A müsbət ədəddirsə, baxın A1-dir. A müsbət ədəddirsə, kənarlar olur müsbət, orta olur mənfi. Baxın, bizə mənfi aralığı istəyir. Mənfi aralıq buradır. Burada daxildir -5-dən 3-ə, 3 daxildir, -5 daxil deyil. Deyir, bir ədədin mənfi olması ehtimalını tapın. Ehtimalın üstürün yazıram. Əlverişli hallar bölünsün, mümkün hallar. Neçə dənə bura tam ədəd daxildir? Daxildir -4, -3, -2, -1, 0, 1, 2, 3. Yəni 4, 3, 7, bir dənə də bu 8. 8 dənə ədəd daxildir. Mənfilər bunlardır sadəcə, yəni 4 dənə. 4-ə ixtisar edirsiniz. 2-də 1. Doğru cavab 0,5. Sual 24. Xarici bucağı 36 dərəcədir. Alfa bərabər 36 dərəcə. Xarici bucaqların cəmi 360 dərəcədir. 360 bölünsün n, uşaqlar, bərabərdir xarici bucaq. Xarici bucaqlardan biri düzgün çox bucaqda 360 bölünsün n-də tapılır. Yəni burada 360-ı bölüblər n-ə 36 tapıblar. Buradan n-i tapıram 10. Deməli bu 10 bucaqlı fiqurdur. 10 bucaqlı fiqur diaqonal sayının düsturunu istəyir. N vurulsun, n çıxılsın, 3 bölünsün 2. 10 vurulsun, 10 çıxılsın, 3 bölünsün 2. Edəcək 5 vurulsun 7, 35. Sual 25. Loqaritma 4 əsasdan 28 verilib. Uşaqlar, loqaritma bu x-dir. Loqaritma 4 əsasdan 4-ün kvadratı, yəni 16 olanda bizə 2 verir. Loqaritma 4 əsasdan 4-ün kubu, yəni 64 olanda bizə 3 verir. Baxın, bu loqaritma 4 əsasdan 28 bunun ortasında yerləşir. Yəni bu 2 tam nə qədərdir? Həmçinin indi loqaritma 3 əsasdan y bərabərdir. Loqaritma 3 əsasdan 38-ə baxırıq. Eyni qayda ilə. Loqaritma 3 əsasdan 3-ün kubu, yəni 27 bizə 3 verir. Loqaritma 3 əsasdan 81, yəni 3 üstü 4'dür bu. Bizə 4 verir. Onda bunların ortasında loqaritma 3 əsasdan 38 də bizə nə verəcək? 3 tam nə qədər? İndi biz baxırıq ki, bizə verilib modulda x çıxılsın y, modulda x çıxılsın 3 və 5 çıxılsın y. Gəlin modulların mənfi yoxsa müsbət olduğunu təyin edək. X ilə y. Baxın, x-imiz budur, y-imiz də budur. Belə düşünün. Bu x, bu da y. 2 tam nə qədər? Çıxılsın 3 tam nə qədər? Olsun 2 tam onda 1. Misal üçün bu da olsun 3 tam onda 1. 2 tam onda 1-dən 3 tam onda 1 çıxanda olacaq mənfi. X-imiz 2 tam onda 1-dir. 2 tam onda 1-dən 3 çıxanda mənfi. Amma 5-dən 3 tam onda 1 çıxanda müsbət. Mənfi modulu əks işarə ilə çıxarıram. Mənfi x və müsbət y çıxılsın. Qarşıda mənfi olduğu üçün bunu mötərizdə yazacağım. Müsbət x mənfi x olur. Mənfi 3 müsbət 3 olur. Yəni əks işarə ilə. Bu isə olduğu kimi çıxır. Çünki modul müsbətdir. Uşaqlar, müsbət y ilə mənfi y gedir. Mənfi mənfi burada olur müsbət x. Mənfi müsbət burada olur mənfi 3. Müsbət x ilə mənfi x gedir. 5 ilə mənfi 3 bizə verir müsbət 2. Doğru cavab 2. Sual 26. B parametrin hansı qiymətində x-in kvadratı çıxılsın, 2b çıxılsın 3x, çıxılsın 2b bərabərdir 0 təninin köklərinin kvadratları cəmi. Yəni uşaqlar, x1-in kvadratı üstəgəl x2-nin kvadratını əvvəlcə tapmalıyıq. Bərabərdir x1 üstəgəl x2-nin çöldən kvadratı çıxılsın 2x 1x2. Viet teoriminə görə köklər cəmini təyin edək. x1 üstəgəl x2 bərabərdir mənfi b. Yəni uşaqlar, baxın, mənfi olacaq 2b çıxılsın 3. Bu bizim köklər cəmi. x1 vurulsun x2 isə bərabər c-yə. Bu da olacaq mənfi 2b. Baxın, biz mənfi b o demək ki, b-ni əks işarə ilə götürün. b buraydı. Qarşısında mənfi vardı. Mənfini atdıq, bu hissəni götürdük.
Amma C-ni olduğu kimi götürməliyik, elə mənfisi ilə. İndi bu düsturda tətbiq edəcəyik. Yazıram. Köklər cəminin yerinə yazıram. 2b çıxılsın 3-ün kvadratı. x1 və x2-nin hasilinin yerinə yazıram. Mənfi 2b. Olacaq 4b-nin kvadratı çıxılsın 12b, üstə gəl 9, üstə gəl 4b. Bərabərdir 4b-nin kvadratı çıxılsın 8b, üstə gəl 9. Belə bir kvadrat üçədisini alırıq və bizə deyir ki, b-nin hansı qiymətində ən kiçik qiymətini alar? Bunun üçün biz bu düsturdan istifadə edirdik uşaqlar. Mənfi b bölünsün 2a düsturundan. Burada baxın a bərabərdir 4-ə, b bərabərdir mənfi 8-ə, C lazım deyil. B-ni əks işarə ilə götürürəm müsbət 8. A-nın da qiyməti 4. 8 bölünsün 8. Doğru cavab 1. 27-ci sualda birinciyə baxırıq uşaqlar. Bura 30-sa 30-un qarşısı da olacaq 30. Qarşı bucaqlar bir-birinə bərabərdir. Beta bərabərdir 30-a. İndi bura 30-dursa bura olacaq 50. Çünki uşaqlar siz burada baxın bu zigzag formasına diqqət etsəz, zigzagın daxilindəki bu bucaqlar xaricindəki bu bucağa bərabər olmalıdır. 50 ilə 30-un cəmi sizə 80-i verməlidir. Oradan yazırıq. Alfanı tapaq. Alfa ilə 50, baxın bura qonşu bucaqlardır. Alfa üstə gəl 50 bərabər olmalıdır 180-ə. Alfa da bərabərdir 130-a. Variantlara baxıram. Alfanın 130 olduğu C-dir. 1-ə yazıram C. İndi alfa ilə betanın cəmini də yoxlayaq. 30 üstə gəl 130 bərabərdir 160 dərəcə. Bir də uyğun gəlir B. İndi ikinciyə baxırıq. İkincidə bizə verilib belə bir alfa. Bura D2 düz xətti 50 dərəcədir. D2-yə paralel D1 verilibdir. Bura 70 dərəcədir. Paralel düz xəttləri həmişə uzadırsınız uşaqlar. Baxın D1-i də uzatdım, D2-ni də uzatdım. Bu xətti də uzadıram. Bu 70-in qarşısı bura 70-dir. Bura 50-dirsə uyğun bucaqlar burada 50-dir. Buradakı balaca üçbucağa diqqət edirsiniz. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bərabərdir 180. 120 üstə gəl x 180-dirsə, buradan x tapıram 60. 60-ın qonşusu 60 ilə alfa 180-ə bərabər olmalıdır. Buradan alfanı tapıram 120 dərəcə. Və burada beta var. Buradan da 50-nin qonşusu beta üstə gəl 50 bərabər olmalıdır 180-ə. Bu da edir 130. Alfa 120 dərəcədir. 2-yə gəlir Y variantı. Yine burada alfa ilə betanın cəmini yoxlayaq. 120 üstə gəl 130 250 dərəcədir. O isə variantlarda yoxdur. Üçüncüyə baxırıq. D1 paralel düz xətti paraleldir D2-yə. Bura alfa bucağıdır. Bu təpə 40 dərəcədir. 60 və burada beta. Əvvəlcə 60 ilə betanın cəmi bizə 180 dərəcə verməlidir. Beta bərabərdir 180 çıxılsın 60-a, yəni 120 dərəcə. 60-ın qonşusu olacaq 120 dərəcə. Betanı tapdıq 120. İndi uşaqlar, baxın bu paralel İndi nə edəcəyik? Bu düz xətti buradan uzadıram. Burada üç bucaq əmələ gəlir. Baxın üç bucaq. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabər olmalıdır. Olacaq 40 üstə gəl 60 üstə gəl x bərabərdir 180-ə. 100 üstə gəl x 180 dərəcədirsə x 80-ə bərabərdir. Bura olacaq 80. 80-in qonşusu buradan 100 dərəcədir. Alfa ilə 100 uyğun bucaqlardır. Ona görə də alfa 100 dərəcəyə bərabərdir. Alfa ilə betanın cəmini tapıram. Alfa 100 dərəcədir, beta 120 dərəcədir, edir 220 dərəcə. Burada uyğun gəlir D variantı. A heç birinə uyğun gəlmədi. Sual 28. Elmir və Gülnarın da olduğu düşərgədə
Elmir oğlanların sayının qızların sayına nisbətini hesablayır. Demək uşaqlar, əvvəlcə yazıram oğlanlar x, qızlar y. Nisbətini deyirsə, baxın yazıram x bölünsün y. Diqqət edirsiniz, oğlanların sayının qızların sayına nisbəti. Oğlanlar x-dir, yazdım x. Qızlar y-dir, yazdım x bölünsün y. Deməli, sayır, Elmir sayır. Elmir özünün unudur. Deməli, Elmir oğlandırsa, uşaqlar, oğlanlardan biri çıxıram. Çünki özünü unudub. Günları da saymağı unudur. Günlar qızdı, qızlardan birini çıxıram. Bərabərdir, nisbət 3 bölünsün 5 olur. İndi, baxın, cümlə bitdi. Günlər isə oğlanların sayının qızların sayına nisbətini yenə. Oğlanların sayı x-dir, qızların sayı y-dir. Nisbətini yazdım. Hesablayanda özünü saymağı yaddan çıxar. Demək, günlər qızdı, qızlardan birini çıxıram. Elmiri isə 2 dəfə sayır. Bu dəfə deyəndə uşaqlar götürüb burada vurmursunuz. Biz dəfə artıq deyəndə, dəfə çox deyəndə vururuq, bəli. Amma burada deyir ki, 2 dəfə sayır. Özünüz düşünün ki, misal üçün otaqda 3 dənə oğlan var. Sayırsınız 1, 2, 3. Bunu 2 dəfə sayırsınız. 2 dəfə necə sayırsınız? Yəni 3 dediniz, təzədən bir də deyirsiniz 4. Bunu 2 dəfə sayırsınız da, yəni bir dənə də 2 dəfə sayırsınız. Yəni bir dənə artıq sayırsınız. 3 saymalıydınız, 4 saydınız. Yəni bunun üstünə 1 yazıram. Bir dəfə də artıq sayır. Bərabərdir. 2 bölünsün 3 nisbət kəsrini tapır. İndi əvvəlcə bunu çarpaz vururam. Olur. 5x çıxılsın 5 bərabərdir 3y çıxılsın 3. Bunu da çarpaz vururam. 3x üstəgəl 3 bərabərdir 2y çıxılsın 2. Bunların yerini dəyişək. Olur. 5x çıxılsın 3y bərabərdir 5 çıxılsın 3. Yəni 5x çıxılsın 3y bərabərdir 2-yə. Həmçinin burada da bunların yerini dəyişirəm. 3x çıxılsın 2y bərabərdir mənfi 3, mənfi 2. 3x çıxılsın 2y bərabərdir mənfi 5-ə. İndi uşaqlar, bunlar oldu sistem tənlik. Bunları alt-alta buradan yazacağım. Yazıram 5x çıxılsın 3y bərabərdir 2. 3x çıxılsın 2y bərabərdir mənfi 5. Gəlin yuxarını 2-yə, aşağını mənfi 3-ə vuraq. Olacaq 10x çıxılsın 6y bərabərdir 4. Burada da mənfi 9x müsbət 6y bərabərdir 15. Alt-alta toplayıram. Alt-alta toplayanda 10x ilə mənfi 9x bizə verir müsbət x. Mənfi 6y ilə müsbət 6y islah olur. Bunları da toplayanda 19. X 19'dur. Demək biz oğlanların sayını 19 tapdıq. 19 oğlan var. Gəlin qızların sayını tapaq. İstədiyimiz sistem tənlikdən birini, məsəl üçün bunu götürürəm mən. Götürürəm. X-in qiymətini qoyacağım yerinə. 5 vurulsun 19 çıxılsın 3y bərabərdir 2. 5 19'a vuranda 95 çıxılsın 3y bərabərdir 2-yə. Buradan tapırıq ki 3y bərabərdir 93'ə. Y də bərabərdir 31'ə. Y də tapdım 31. Qızların da sayı 31'dir. Bizdən düşərgədə neçə uşaq var soruşur. Bu ikisini toplayırıq uşaqlar. 19 ilə 31 toplayırıq. 19 üstəgəl 31 50. Doğru cavab 50 olacaq. Sual 29. Düzbucaqlı paralelped, piramida və kubun oturacaqları kongruent kvadratlardan ibarətdir. Yəni uşaqlar, S oturacaq kvadratdırsa, S oturacaq A-nın kvadratına bərabərdir sahəsi. Düzbucaqlı paralelpedin həcmi V paralelped. Piramida və kubun həcmlərinin cəminə bərabərdir. Bərabərdir V piramida üstəgəl V kub. İndi uşaqlar, gəlin biz həcmləri yazaq. Paralelpedin həcmi, buradan yazıram, V paralelped bərabərdir. Onda AB'nin yerinə elə A'nın kvadratı yazıram. S də onun hündürlüyüdür. H yazıram. Yəni S bərabərdir H-a. Piramidanın həcmini yazaq. V piramida bərabərdir 3də 1. S oturacaq vurulsun H. S oturacaq A kvadratıdır. Olacaq 3də 1
A-nın kvadratı vurulsun H. V kub. Kubun da düsturunu bilirik. A-nın kubu. Bizə deyir ki, düzbucaqlı paralelped və piramidanın hündürlükləri 6 sm olarsa, onda biz qeyd edirik H bərabərdir 6. Onda düsturda, yəni bizə verilən bu şərtdə, əsasən qiymətləri qoyaq yerinə. Paralelpedin həcmi oldu A kvadratı vurulsun H. Yəni A-nın kvadratı vurulsun 6 bərabərdir. Piramidanın həcmi 3/1 A kvadratı vurulsun 6 üstəgəl kubun həcmi A-nın kubu. 6 ilə 3-ü ixtisar edirik. 6A-nın kvadratı bərabərdir 2A-nın kvadratı üstəgəl A-nın kubu. Hər birini bölək A-ya. A-nın kvadratına. Burada qalacaq 6, burada qalacaq 2, burada da qalacaq A. A-nı tapsaq A bərabərdir 6 çıxılsın 2, 4-ə. Oturacağın tərəfini istəyir. Oturacağın tərəfi 4 oldu. Doğru cavab 4. Sual 30. Mərkəzin O nöqtəsində olan çevrədə AB CD-yə paraleldir. Bu düz xəttlər bir-birinə paraleldir. BO OC-yə perpendikulyardır. Yəni burada uşaqlar 90 dərəcə var. Olarsa CD vətərinin mərkəzi olan məsafəsinin AB vətərinin yarısına bərabər olduğunu isbat edin. Buradan uşaqlar mərkəzdən bura qədər məsafəni çəkdim. Məsafə perpendikulyardır. Buradan da həmçinin AB vətərinə perpendikulyar çəkirəm. Uşaqlar, çevrənin mərkəzindən, baxın bu O nöqtəsindən, çevrənin hər hansı bir vətərinə çəkilən perpendikulyar onu tam yarıya bölür. Buranı x bölür. Onda mən yazıram AB bərabərdir 2x. Bizə deyir ki, CD vətərinin mərkəzdən olan məsafəsi, daha doğrusu, mərkəzdən olan məsafəsi baxın budur. Yəni bunun mərkəzinə gəlib düşür CD-nin. AB vətərinin yarısına bərabər olduğunu isbat edin. Yəni AB-nin yarısı, bura bir K nöqtəsi atıram, OK-ya bərabərdir. Biz bunu isbat etməliyik. Yəni AB-ni də biz 2x yazmışıq. 2x bölünsün 2 bərabərdir deyir x-a da 2-lər gedir. Yəni buranın x olduğunu isbat etməliyik. İndi biz burada nəyə diqqət edirik uşaqlar? Əgər bu düzbucaqlı üçbucağın, baxın burada 2 dənə düzbucaqlı üçbucaq var. OKS, burada bir L yazaq. OLB. Burada üçbucaqdır. 2 dənə düzbucaqlı üçbucaq. Əgər mən bura bir alfa desəm, burada bir beta deməliyəm. Düzdür? Və alfa ilə beta düzbucaqlı üçbucağın iti bucaqlarıdır. Alfa ilə betanın cəmi nəyə bərabərdir? 90-a bərabərdir. Onda uşaqlar, fikir verin bura. Burada açıq bucaq var. Bura betadırsa, bura 90-dırsa, burada alfa olmalıdır ki. Alfa ilə betanın cəmi 90, burada 90, bunlar 180-ə tamamlansın. Onda bu da düzbucaqlı üçbucaqdır. Əgər bu düzbucaqlı üçbucağın bucaqlarından biri 90, biri alfadırsa, bu da beta olmalıdır ki, çünki alfa ilə beta da buradan 90 versin. Bu 90-dan toplansın. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabər olsun. Və yaxud alfa ilə beta iti bucaqlar 90 dərəcə verməlidir. İndi uşaqlar baxırıq ki, burada 2 dənə oxşar üçbucaq yarandı. O, K, S üçbucağı, bir də O, L, B üçbucağı. Bunlar bir-birinə oxşardır. Əgər, indi baxırıq ki, O-dan B-yə məsafə. Baxın, OB radiusdur. Çevrənin mərkəzindən çevrəyə qədər olan məsafə. OS də radiusdur. Bura yazıram radius. Burada yazıram radius. O, K, S üçbucağında tərəf R-dir. Baxın, bu tərəf R-dir. Ona bitişik bucaqlar alfa ilə betadır. Həmçinin O, L, B üçbucağında da baxın, alfa ilə beta tərəf R-dir. Həmin tərəfə bitişik bucaqlar alfa ilə betadır. Demək, burada bucaq, tərəf, bucaq. Yəni, bu üçbucaqlar, uşaqlar,
BTB əlamətinə görə konqruent üçbucaqlardır. Bunlar konqruent üçbucaqlardır. Onda deməli oxşarlığa görə baxın bu üçbucağa baxırıq. O LB üçbucağında alfanın qabağında x dayanıb, x-in 90-ın qabağında r dayanıb, r-ə nisbəti bərabərdir. Digər üçbucaqda alfanın qarşısında x dayanıb, 90-ın qabağında isə r dayanıb. Nisbətlər bir-birinə bərabərdir. Təkrar edirəm. Uşaqlar baxın bu alfanın qarşısındakı bura x, bu alfanın qarşısında da x. Yəni BTB əlamətinə görə alfanın qarşısında burada x, burada da alfanın qarşısında x olur. Bu şəkildə isbat olunur. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.